İşğaldan azad olunmuş torpaqlarımızda aparılan geniş miqyaslı tikinti və yenidən qurma işlərində canla başla çalışan fəhlələrin əmək hüquqlarının pozulması ilə bağlı ciddi iddialar ortaya çıxıb. Problem Xocavənd rayonunun Arakül kəndində fəaliyyət göstərən infrastruktur layihələrinin birində yaşanır. Ərazidə ağır fiziki əməklə məşğul olan bir qrup fəhlə müqavilə öhdəliklərini yerinə yetirməyən Proliant şirkətindən şikayətçidirlər. İşçilərin bildirdiyinə görə onlar düz 2 aydır ki, halal zəhmətlə qazandıqları maaşlarını ala bilmirlər. Tikinti sahəsində gecə-gündüz hər növ hava şəraitində tər tökən fəhlələr rəhbərliyin hər dəfə müxtəlif bəhanələrlə ödənişlərini təxirə saldığını vurğulayırlar. Maaşları 2 aydır verilməməsi işçilərin ailələrində ciddi sosial və maddi çətinliklərə yol açıb. Zəhmətkeşlər qeyd edirlər ki, azad olunmuş ərazilərdə fədakarlıqla quruculuq işlərinə töhfə versələr də qarşılaşdıqları bu etinasızlıq həm onların motivasiyasına mənfi təsir göstərir, həm də gündəlik dolanışıqlarını qeyri-mümkün edir. Fəhlələr aidiyyatı dövlət qurumlarından, xüsusilə də Dövlət Əmək Müfəttişliyi Xidmətindən məsələyə təcili müdaxilə etməsini və pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edirlər. Şirkət rəhbərliyinin bu maaş böhranı ilə bağlı hansı addımlar atacağı və aylardır pulsuz qalan fəhlələrin əmək haqqı probleminin nə vaxt həll olunacağı sualı hələlik açıq qalır. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. İş qadıb bax, bu gördüğünüz vətəndaşlar hamısı burada işləyib gəlib ajansına yatırlar. Maaşlı baxıb qızları pulumuzu da işləmişik, verirlər. Mənlə danışıqları olur ki, bu hamamlıqlar ona kes, pulumu verirlər. Qardaş, Qədə bəylə gəlmişsin, müharibə veteranıdır. 44 günlük şu, vuruşdu, aldı, həmən hazırlıqda xidmət elən oğlu. İstəyir, indi də pulunu tələb edib verir. Kimə müraciət edək, kimdən alır? 2 ayda evimizdən çıxmışıq. Bax, buradakilərin hamısı ailə uşaq sahibidir. Gəlmişik bu torpaqlar şəhidlərin, qazilərin qanı bahasını alır. Biz də gəlmişik o torpaqları dirçəlməyə, dirçəlmişik. Gecə, gündüz işləmişik, amma 2 ayda biz pul ala bilmirik. Ondan əlavə də bir nəfər rəhbərlik qarşımıza çıxmır. Buralar rəhbər çıxsın bu işçilərin qarşısına. Desin ki, ay cəmaət, bax sizin işləmişsiniz bu qədər pul. Bir nəfər yoxdur. Yani şirket olarak Proliant MMC. Öyle değil mi? Bəli. Hiçbirinin yüzünü görmemişik. İndiyene kimi şansı gelip bir dərdimizden, sərimizden maraklanmayıblar. Ne yersiniz, ne içirsiniz? Vəziyyətiniz nətəridir? Üç kadın bak, bu gördüğünüz vətəndaşlar hamısı burada işleyip gelip ajansına yatırlar. Kardeş, burada Allah şəhətdən verəməkdəsin. Veteranı qadına can sağ olsun. Bu torpağı alıp da gelmiş, Allah uğraşır. Biz de gelmiş, işləmişik, indi haqqımızı kimdən tələb eləyə tapa bilmirik işləyir. Sözümüz içimə deyil. Valla işləyirik. Kəndimiz yox taşınır. 3 gündür dərsizdik. Yorğun arğın gəldi. Bak, anamız yaşlıdır. 60'dan çok yaşı var. O bizim karşımıza ne bulsun? Bəs belə şey olmaz axı. Bu insanların haqqın, hüququn tapdalamağı heç kəsin ixtiyarı yox. Heç kimi. Heç kimin. Heç kimə də o hak verilmirdi. Allah'ım bak, 2 ay yanımda maaş ala bilmirəm, özümün də kreditim var. 2 ay yanımda mən qollarımda odun daşıyıram, su daşıyıram, gətirib bunları gözəl yeməklərin, onları pişirirəm. İndi 3 gündə heç nə yoxdur. Bax, bunlar hamısı gelir işləyib, açsız da gəlirlər, yaman çörəylə insan olmur. Və bu gelir simentinlə güləşir, daşla, qaya ilə. Bunların qabağında mən dura bilmirəm, mən dursun Allaha xəcələt çəkirəm. Bax, bu yaşımda, bu çağımda 2 şəhərində yazıyır. O şəhərin qanları mənim bağlarım daşıyır. Bunu mənim hörmətim. Qolumda su daşıyıram, qolumda odun daşıyıram. Bu adamları qoymamışam ki, heç bir şeydən korluq çəkərlər, indiyə qədər. 2-3 gündür çətinlikdir. Pulumuzu vermirlər ki, mən deyirəm kreditimi ödəyəm. Ac qalan uşağıma mən çörək göndərəm, çörək pulu verirəm. Əlacım kəsilib gəlib bu dağlara, daşlara düşmüşəm ki, uşağıma çörək pulu qazanam. 2 ay yarımda pul vermir. Mənim uşağım 3 dənə uşaq özü ilə 4 bir də bahisi götürüb gelib, hər gün onun qapısından dursun Allaha qalırlar. Bir para çörəyin ucundan. Bu da mənim hörmətim.